Hər vaxtınız xeyir dostlar. Bir məlumatı sizlə bölüşmək istəyirəm. Yəni bununla bağlı çoxsaylı suallar verilir vətəndaşlar tərəfindən. Bildiyiniz kimi cənab prezident İlham Əliyev amnistiyanın elan edilməsi təşəbbüsünü irəli sürüb və təşəbbüsdə amnistiya aktının kimlərə şamil ediləcəyi məlum olub. Bax bu əsasdır. Ən çox suallar da vətəndaşlar tərəfindən verilir. Belə ki, amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-sində keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, bax bura diqqət edin, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsini azaldılacaq. Yəni əsas motiv budur. Bu hissəyə fikir verin. Ən çox suallarda bax bundan ibarət idi.